Zəngəzurla bağlı arzu olunmaz xəbərlər gəlir. Zülfüqarovdan şok. Trampın Erdoğana Rusiya şərti, Türkiyə lideri nə cavab verib? Zəngəzur dəhlizi fərqli istiqamətdə çəkiləcək. İran orada bənd tikmək istəyir. Tramp Paşinyanı digər oğlan adlandırdı. İrana hücumla bağlı hazırlıq gedir. Bu dəfə fərqli olacaq. Dəhşətli ssenari. Ramiz Mehdiyevin dövründəki qanun pozuntuları. Moskva səfərindən sonra Ermənistan baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı ritorikası kəskin şəkildə sərtləşdi. O, təxribatda Azərbaycanı günahlandırmağa cəhd etdi. Global Info az xəbər verir ki, bunu politoloq, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov deyib. Aydındır ki, Rusiya prezidenti Vladimir Putin ona Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın planını həyata keçirməyi qadağan edib. Ermənistanın Avropa İttifaqının üzvlüyü və Moskvadan uzaqlaşma haqqında deyilən söhbətlər sadəcə maskadır, deyə o bildirib. Politoloq xatırladıb ki, Paşinyan bu ilin 9 mayında Moskvada keçirilən qələbə paradının fəxri qonağı olub. Gələcəkdə də gizli şəkildə kiminsə tapşırığını yerinə yetirən şəxs funksiyasının sadiqliyi ilə yerinə yetirəcək. Düşünürəm ki, Paşinyan yalnız Zəngəzur bölgəsində sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə maraq göstərir. Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğan və Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump arasında keçirilən görüşdə müdafiə sənayesi, xüsusilə F-35 proqramı müzakirə olunub. Erdoğanın sözlərinə görə yaxın günlərdə F-35-lərlə bağlı müsbət qərar verilə bilər. Global Info-za danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Trumpla Erdoğan arasında görüş əlaqələrin inkişafında yeni mərhələ kimi qəbul edilməlidir. Türkiyə Trumpın birinci prezidentliyi dönəmində F-35 proqramından çıxarılmışdı. Tərəflər yenidən bu məsələyə qayıdıblar. Trump Türkiyəyə qarşı yeni şərt irəli sürüb. Ankara Rusiyadan qaz alışını dayandırmalıdır. Amma bu məsələ ikitərəfli danışıqlar prosesində həll oluna bilər. Görünür, danışıqlar aparılıb və Türkiyənin maraqları tanınır. Ankaranın F-35 proqramına qayıtması və qırıcıların Türkiyəyə verilməsi bu ölkənin hərbi gücünü artıracaq. Türkiyə yaxın Şərqdə güclü hərbi aviasiyaya malik olacaq. Təkcə yaxın Şərqdə deyil, Cənubi Qafqaz və Mərkəzi Asiyada da Türkiyənin geosiyasi mövqeləri güclənəcək. Təbii ki, bu görüş iki dövlət arasında strateji dönüş nöqtəsidir. Yeni siyasi və təhlükəsizlik çağırışlarında birgə koordinasiyalı fəaliyyət və siyasət həyata keçirmək üçün hər iki ölkə birgə çalışacaq. Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Ermənistan baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı açıqlamalarını şərh edib. O, Teleqrafa bildirib ki, Paşinyanın narahatlığı daxili auditoriyaya hesablanmış addımdır. Paşinyana deyirlər ki, Qarabağı Azərbaycana təhvil verdin, indi də Zəngəzuru təslim edirsən. Ona görə də o çalışır göstərsin ki, dəhliz deyil, sadəcə marşrut açılır və Amerika Birləşmiş Ştatlarının nəzarətində olacaq. Amma bu bizim üçün əhəmiyyət daşımır. Əsas odur ki, dəhliz açılsın. Onun necə adlanması Azərbaycanın maraqları baxımından fərq etmir. Musabəyov qeyd edib. Deputatın sözlərinə görə, Amerika Birləşmiş Ştatlarının Trump marşrutuna 145 milyon dollar ayırması işlərin sürətləndirilməsinə təsir göstərəcək. Hazırda orada hazırlıq işləri gedir, hətta yolun dizaynında dəyişiklik ehtimalı var. Əsas odur ki, yol Azərbaycanın tələblərinə uyğun istismar edilsin. O, həmçinin Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlı gözləntilərə də münasibət bildirib. Azərbaycan üçün əsas məsələ odur ki, yeni konstitusiyada Azərbaycana qarşı ərazi iddiaları çıxarılsın. Paşinyanın bunu hansı formada etməsi bizim üçün önəm daşımır. Musabəyov Paşinyanın Aşpadakı çıxışına da toxunaraq deyib ki, baş nazir Qarabağdan köçən ermənilərin geri qayıdışının mümkünsüzlüyünü açıq bəyan edib. Bu açıqlama həm Ermənistandakı revanşistlərə, həm də Avropadakı ermənipərəst dairələrə verilən cavab idi. Paşinyanın sözləri ilə bu mövzuya son qoyuldu.
Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump uzunmüddətli Ermənistan-Azərbaycan münaqişəsinin həllində yenidən öz rolunu qeyd edib. Donald Trump bunu Virginia ştatının Quantico piyada dəniz bazasına yola düşməzdən əvvəl jurnalistlərə bildirib. Onun sözlərinə görə bu münaqişə 36 il davam edib. Hamı deyirdi ki, bu münaqişə həll olunmayandı, amma mən onu həll etdim. Eyni zamanda o Ermənistan baş naziri Nikol Paşinyanın adını qeyd etməyib. Azərbaycan dövlət başçısı və o biri oğlan deyə bildirib. Amerika Birləşmiş Ştatları və İsrailin İrana yenidən hücuma keçəcəyinə dair məlumatlar yayılır. Prezident Donald Trumpın bu ölkədəki nüvə obyektləri ilə bağlı açıqlaması narahatlığı artırıb. Trump İrana hücum edilməyəcəyi təqdirdə bu ölkənin 2 ay ərzində nüvə silahı əldə edəcəyini bildirib. Son məlumatlara görə Amerika Birləşmiş Ştatları artıq hərbi aktivliyi artırıb. Digər tərəfdən Rusiya da İrana hücum təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib. Yaxın günlərdə İsrail-İran müharibəsi başlaya bilərmi? Bu dəfəki qarşıdurma nə ilə nəticələnəcək? Global Infoza danışan politoloq Mütəllim Rəhimli deyib ki, İsrail 12 günlük müharibədə gözlədiyi nəticələrə nail ola bilmədi. Yenə də İran özünün hərbi potensialını saxlamaqda, proksi qüvvələr vasitəsilə İsrailə zərbələr endirməkdədir. Busa İsrailin öz ərazilərini genişləndirmək və regional lider olmaq arzusunun üstündən xətt çəkir. Bununla yanaşı Birləşmiş Ştatlar da İrana edilən hücumun nəticələrindən razı qalmayıb. Çünki İranın nüvə silahı əldə etmək imkanları qalmaqdadır və bu da Amerika Birləşmiş Ştatlarının yaxın şərq planlarını pozur. İran ətrafında situasiyanın təhlili göstərir ki, müharibənin yenidən başlamaq ehtimalı yüksəkdir. Çünki tərəflərdən heç biri özünü məğlub hesab etmir. Bu dəfəki müharibə əvvəlkindən daha dağıdıcı olacaq. Tərəflər ötən müddət ərzində bir-birinin zəif tərəflərini müəyyən ediblər. İlk növbədə ora zərbələr endirəcəklər. Həm də daha güclü və dağıdıcı silahlar istifadə edə bilərlər. Bundan başqa, müharibə başlayarsa siyasi səhnədə olan bölünmə münaqişə müstəvisində də özünü göstərəcək. Bu dəfə İranın artıq gizli şəkildə deyil, açıq müdafiəsini də müşahidə edə bilərik. Nəticədə region üçün daha təhlükəli ssenarilərin meydana çıxmaq ehtimalı yaranacaq. Azərbaycan Milli Elmlər Akademiyasında 2020-23-cü illərdəki qanun pozuntuları ilə bağlı hərtərəfli araşdırma aparılır. Axar TV reporta istinadla xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə həmin cinayət işində bir neçə epizod üzrə istintaq aparılıb. Məndə olan məlumata görə artıq bəzi epizodlarda ibtidai istintaq tamamlanıb. Cinayət işləri baxılması üçün məhkəməyə göndərilib. Zərurət olarsa bu barədə əlavə məlumat verəcəyik. Xatırladaq ki, AMIA ilə bağlı xüsusilə külli miqdarda mənimsəmə faktı üzrə cinayət işinin başlanıldığı 2020-23-cü illərdə Akademiyanın prezidenti Ramiz Mehdiyev olub.